4 qadınla evlənmək əxlaqsızlıqdır. Gündəm xəbərin efirində 23 iyun tarixidir və bir maraqlı açıqlamanı diqqətinizə çatdıracağıq. Belə ki, 4 qadınla evlənmək icazəsi barədə qərarı çıxaran Rusiya Müsəlmanlar Ruhani İdarəsi qələt edib. 4 qadınla evlənməyə pis baxıram, əxlaqsızlıq kimi dəyərləndirirəm. Bilmirəm bu qərarı kim verib. Kim veribsə səhv verib. Bu sözləri Pravda AZA açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Agil Abbas deyib. O vaxt bu qanunu çıxaranda ölkədə müharibə gedirdi, qadınlar başsız qalmışdı. Buna görə də 4 qadınla evlənməyə icazə vermişdilər. Həmin vaxtdan 1400 il keçib. Əxlaqsızlıqdır, vəssalam. Xatırladaq ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda 4-ə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Sözü gedən qərar Azərbaycanda da sözün əsl mənasında geniş müzakirələrə səbəb olubdu.